Choose the correct variant. Doğru variantı seçin. If we early, we the bus. Burada biz düzgün zaman uzlaşması təyin etməliyik və buna əsasən bağlayıcımız if'in qaydasına əsasən düzgün variant seçəcəyik. If'in qaydasına əsasən biz if'dən sonra indiki sadə zaman istifadə ediriksə, ikinci boşluğumuzda indiki sadə və yaxud da ki, gələcək sadə zamandan istifadə etmiş olacağıq. A variantında live indiki sadə, will catch gələcək sadə zamandır və verilən göstəricimizə əsasən doğru götürülə bilir. Əgər biz erkən yola çıxsaq, biz avtobusa çatacağıq mənasında A variantı doğru cavabımızdır. B variantında isə living, ayıncı qəbul etmiş tək başına feilimiz heç bir halda müstəqil xəbər ola bilmir. O sadəcə davam edici zamanlarda to be-nin forması ilə istifadə olunaraqdan müstəqil xəbər ola bilər. Ona görə B variantı yanlışdır. C variantında hər iki hissədə biz will görürük, yəni gələcək zaman. Biz qeyd etdiyimiz kimi if bağlayıcısında bağlayıcının aid olduğu cümlə indiki zaman olmalıdır, gələcək zaman ola bilməz. D variantında isə eyni səhvi görürük. Bağlayıcıdan sonra gələcək zaman yaza bilmirik və Y variantında bizim mübtədamız we olduğu üçün xəbərimiz cəmdə olmalıdır. Çünki söhbət bizdən gedir və Y variantında live feili S qəbul edib təkdə yazıldığı üçün yanlışdır. Həm qrammatik cəhətdən, həmçinin tərcümə baxımından da doğru cavabımız A variantında düzgün verilmişdir.